Dəqiqə bir dənə özümü toparlayım. Əziz Ada TV izləyiciləri, hər birinizi Fermer Saatı verilişinin növbəti buraxılışından salamlayırıq. Ovuş şəraitində əsasən qiymətli bağlar yetişilir. Pulcuqlu karpı, pulcuqsuz karpı, sonra Qazaq karpıdır, İsrail karpıdır yetişməsi həyata keçirilir. Ay müəllim! Baba. Səndən balacadır o. Namiq müəllim, bəs balıqların yemlənməsi və hovuzdakı sıxlıq onların yetişdirilməsinə necə təsir göstərir? Balıq yetişmənin 5 forması var. Xəstəliyi yarada bilən amillər, səbəblər maksimum tənzimlənir. Duz vannasında saxlayanda bu qızartıların hamısı yoxa çıxır. Qısa müddətdə yoxa çıxır. Növbəti buraxılışda görüşənədək. Ora. Əlimi kəsdik.